Salam əziz izləyicilərimiz. Biz bugün Astara rayon Siyatü kəndində qocaman bir müəllimimizin evində qonağıq. Xoş gördük müəllim sizi. Sağ olun, xoş gəlmişsiniz siz. Çox sağ olun. Adınız, soyadınız? Mən Əhməd Aydın Məhrəməlioğlu. Və neçənci qanadan olmuşsunuz? 1953-cü ildə Astara rayon Siyatü kəndindən alındım. Hansı ali məktəb bitirmisiniz? Hansı ixtisas üzrə? Bədən tərbiyə müəllimi olmuş. Çox gözəl. Müəllimlik fəaliyyətinizə nə vaxt başlamısınız? 1975-ci ildən 2003-cü ilə kimi. Hansı məktəblərdə çalışmışsınız? Sərək orta məktəbi, onda 8 illik idi mən işləyəndə. İndi o orta məktəbi Yalçın Nəsirov adına milli qəhrəmanın adını daşıyır. Bəli. Ümumilikdə neçə il müəllimlik Mən fəaliyyəti? 28 il müəllim işləmişəm. Çox gözəl. Fəxri adlarınız? Yoxdur. Bəs təqaüdə neçənci ildə çıxmısınız? 2003-cü ildə onda vardı 25 illik stajla, onunla çıxmışam, 63%. Allah dövlətimizdən, prezidentimizdən razı olsun, belə işlərdən bizi sevindirir. Çox sağ olsunlar. Həyat yoldaşınızın adı, soyadı? Məmmədova Pakizə İzzət qızı. Həyat yoldaşınız da yanınızda əyləşib, özü də özünü təqdim eləsin. Özünüzü təqdim eləyin. Adınız, soyadınız? Məmmədova Pakizə İzzət qızı. 1968-ci ildə orta məktəbi qutarıb, Bakı Rabitə Texnikumuna daxil olmuşam. 2 il orada texnikumunu qutarıb, Astarada Rabitə Xoş şöbəsinə, burada kəndimizə. Orada 50 il işləmişim. 50 ildən sonra da 70 yaşında təqaüdə çıxmışsınız. Həyat yoldaşınıza nə demək istəyirsiniz? Bizim bahsəmizdə həyat yoldaşınıza nə demək istəyirsiniz xala? Nə demək istəyirəm? Sağlamlıq, ailədə xoş güzəran, xoş söhbətlər, xoş əhval-ruhiyyəmiz həmişə yaxşı olsun, nəvalarla. Gəlin, uşaq. İndiyə qədər gəlmişik, bundan sonra da belə bu. Ümumiyyətlə bir ildə yerdə 50 ildir, 50-ci il. Ay maşallah. Allah daha da O ömür versin. deyir ki, biz qabaq təmir edərdik. İndi isə təmir eləmirlər. Deyirlər, mən çıxdım, getdim. Bizim dövrdə elə deyil. Mən bildiyimizə görə çox gözəl atasınız, çox gözəl babasınız. Neçə evladınız var? Adlarını deyərdiniz sadəcə olaraq. 4 övladım var. Əhmədov Aydınoğlu, sonra Əhmədova Bölülat Aydın qızı, Əhmədova Şəlala Aydın qızı, bir də Əhmədov Talı Aydınoğlu. Bununla yoldaşımla poçta işləyərdi, poçtayla. İndi də hal-hazırda işləyir. O işinə gedir, biz o evdə yoxdur. Ümumilikdə neçə nəvəniz var? 6 nəfər evdəyik, 5 nəfər də böyük oğlumun evində 3 dənə nəvəmi var. Gəlirlər, oğlan. 9 nəvədir. Nəticə? 3 nəticəmiz var. Allah sağ eləsin. Allah ömürlərinizi uzun eləsin. Balam, sənin adın nədir? Nurgül. Böyüyəndə nə olmaq istəyirsən? Həkim. Həkim. Dərslərini yaxşı oxursan? İnşallah yaxşı olur. Çox gözəl. Sən nə olmaq istəyirsən böyüyəndə? Dedər. Adın nədir? Ağayız. Çox gözəl. Mən inşallah sizi çəkdik, inşallah işıqlandıracaq Allahın izni ilə. Buradan sizə baxacaqlar nəvələriniz böyüyəndə, nəticələriniz, övladlarınız, onlara nə tövsiyə bildirərdiniz? Mən onlara ailə səadəti, can sağlığı, xoşbəxtlik arzu edirəm. Həmçinin sizə də, sizin də ailəniz, övladlarınız sizin xoşbəxt olsun. Həmişə gəlib bu qapı həmişə qonaqların üzünə açıq olur. Çox sağ olun. Var olun müəllim. Sizə dərin təşəkkürümüzü bildiririk. Xatirələrinizi bizimlə bölüşdüyünüz üçün. Çox sağ olun. Sağ olun müəllim. Siz də sağ olun xala. Çox sağ olun. Sağ olun. Allah sizi saxlasın. Allah sizi xoşbəxt eləsin inşallah. Çox sağ olun. Var olun.